Aprelin 13-də Ağcabədi rayonunda Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsindən redaksiyamıza verilən məlumata görə, buraxılış imtahanı Ağcabədi rayonu üzrə 9 binada təşkil olunub. İmtahanın idarə olunmasına 9 ümumi rəhbər, 30 imtahan rəhbəri, 223 nəzarətçi müəllim, 32 buraxılış rejimi əməkdaşı cəlb olunub. İmtahanlarda 2377 nəfər şagirdin iştirakı nəzərdə tutulub. İmtahan bütün binalarda eyni vaxtda başlanılıb və 3 saat davam edib. İmtahan prosesinin idarə olunması üçün Dövlət İmtahan Mərkəzində operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Bugün Ağcabədi şəhər 8 saylı orta məktəbdə 2024-2025 tədris ili üçün 9-cu siniflərin buraxılış imtahanı keçirilir. Məktəbimizdə 4 imtahan rəhbəri hal-hazırda imtahan keçirilmək üçün burada iştirak edir. 276 şagirdin iştirak etməsi gözlənilirdi. 156 oğlan, 120 qız. Hal-hazırda 273 nəfər imtahanda iştirak edir, 3 nəfər imtahana gəlməyib. İmtahan saat 11-də başlanıb, 3 saat davam edəcək, heç bir qayda pozuntusuna yol verilməyib. Aprelin 14-dən etibarən Dövlət İmtahan Mərkəzində imtahan protokollarının və cavab vərəqlərinin emalı aparılacaq.